Deməli, ses aramızdakı boşluqları aradan qaldırmaq üçün bir proqram göstərəcəm sizə, Audacity adlı. Mən danışdıqca burada gedən prosesi görəcəksiniz. Çox asandır, qurulumu izadı. Hamısını burada göstərəcəm. Məndə Windows 11 olduğuna görə deməli burada 64 bit installeri yükləyirəm. Qurulumu sadə deyil. Sadəcə olaraq bütün gələn bətləri işarələyirsiniz. Budur, artıq bitir. Proqram kompüterimizdə açılandan sonra tamamı vururuq. Bu xidmət şərtlərini qəbul edəndən sonra tamamı vururuq. Və dosyadan aç bəndinə keçirik. Kompüterdən ses əlavə edirik Audacity'yə. Mən indi hansısa bir sesi də, yəni ümumi götürəndə hər hansısa bir ses əlavə edirəm. Deməli, Ctrl-A kompüterimizdən Ctrl-A düymələrini klik edəndən sonra seçirik sesi və effektlərdən, etkilərdən özələ gəlirik və sessizliyi bu da. Deməli, bu ayarlar olduğu kimi qalır məndə. Mən əslində belə istifadə edirəm və uygula. Ancaq siz istəsəniz orada hər hansısa bir dəyişikliklər edə bilərsiniz. Yəni şəxsin özündən asılıdır, istifadə edənin özündən asılıdır. Salam gənclərə dəstəyiniz. Birinci növbədə ondan başlayayım ki, üzrünü sayın, gec video paylaşdım. Boşluqlar tamam olandan sonra yenə qaydırıq dosya hissəsinə. Və səsi dışa aktarı seçirik. Dışa aktarı klik edirik. Burada papkanı seçə bilərsiniz, hansıdır. Göz at hissəsi yazılıb önündə. Məndə screenshot papkasındadır. Yəni onu siz dəyişə bilərsiniz, klasörü. Dışa aktarı klik edəndən sonra dışa aktarma kompüterə keçirmə davam edir. Deməli, ikinci növbədə dostlar, Adobe Podcast'dan göstərəcəm sizə. Adobe Podcast'dan sesdəki telefonu yazandan sonra, mən indi telefonla yazıram da sesimi. Amma Adobe Podcast'da arxa fonda düşən bütün o seslər, gürültülər, yükləmişkən hər hansısa bir yaranan nasazlıq, sesdəki keyfiyyətsizliyi aradan qaldırır Adobe Podcast. Çox sadə Google adresimizdən qeydiyyatdan keçə bilirsiniz. Mən indi bu hissələri atacağım qabağa, kayd olmağı zadı. Deməli dostlar, qeydiyyatdan keçəndən sonra burada dosya seç bölməsi var. Oraya daxil oluruq. Kompüterimizdən hər hansı istədiyimiz ses varsa onu seçirik. Yəni mən nümunə kimi hər hansısa bir sesi atıram, o ki göstərim sizə. Burada biraz vaxtla bağlı gecikmələr tezdə ola bilər, biz gecikmələr də ola bilər, amma bizə nə lazımdır? Yəni sesimiz təmizlənib bizə versin, biz də istifadə edə bilək. Və qeyd edim ki, dostlar, internetdən pul qazanmaq, YouTube'dan pul qazanmaq barədə videolar istəyənlər daxil olub kanaldan pulsuz təlimlərimizdən yararlana bilər. Allahın izni ilə nə qədər hansında daha çox tələbat olsa o barədə videolar gələcək və Allahın izni ilə çalışdığımız qədər Azərbaycanda YouTube'dan pul qazanmaq barədə bütün gənclərə dəstək olmaqdır məqsədimiz inşallah. Budur, hazırdır səsimiz. Endirə basırıq və bu qədər sadə səsimizi endiririk dostlar. Vəssalam. Və dostlar, qeyd edim ki, Allahın izni ilə yenə deyirəm, internetdən pul qazanmaq istəyən dostlarımız, YouTube'dan pul qazanmaq istəyən dostlarımız, yəni bacardığımız qədər indi bizə Allahın izni ilə nə bacarırıqsa, nə barədə bizim stajımız belə şey varsa, nə barədə bizim məlumatımız, təhsilimiz varsa, o barədə gəzlərə dəstək olmağa hazırıq. İnşallah bu kanalda girin, daxil olun, digər videolara baxın, bacardığınız qədər öyrənin, nə sual lazımdır verin. Videonu bəyənib kanala abunə olmağı unutmayın ki, pulsuz kursumuz gələcək Allahın izni ilə. O kursdan da yararlana biləsiniz. Sağ olun, Allah'ın namında.